Salam. 2024-cü il Azərbaycan dilindən model testi, abituriyent jurnalında yer alan model testi sizlər üçün izah edirəm. Testdə deyir ki, Mirzə Fətəli Axundzadən alınmış Kəvakib povesti əsasında klassları tamamlayan fikirləri müəyyən edin. Bizə Yusif Sərrac obrazının klasterini veribdir. Klasterin içərisi bəllidir zaten. Bir də deyir ki, hakimiyyət başına gələn kimi münəccimbaşı və mollabaşı vəzifələrini ləğv edir. Münəccimbaşını ləğv edir, mollabaşını isə yox. Mollabaşı vəzifəsini verir, dostu Molla Ramazana həvalə edir. Bir səhvdir. Xacə Mübarəyə saray əyanlarının əşq qalasındakı zindana samaparda göstəriş verir. Xeyr, Xacə Mübarəkdən hər bir şey öyrənir. İşin bütün təfərrüatını öyrənəndən sonra Fərraşbaşı Əsəd bəyə tapşırıq verir ki, bunları sal əşq qalasında zindana, sonra nəticəni gəlmənə de. 2 də səhv olur. 3-ə baxırıq, atasının istəyinə uyğun olaraq bir müddət dini təhsil alıbdır. Bəli, bir müddət dini təhsil alıb, sadəcə sonradan bu ruhanilərin, din adamlarının qəlbliyini, yəni saxtakarlığını görür və ruhani olmaq fikrindən əl çəkir Yusif Sərrac. 4-ə baxırıq, əsərin sonunda üsyançılar tərəfindən tutularaq edam olunur. Xeyr, burada yazıcının Axundzadənin öz yaratdığı Yusif Sərrac obrazına rəğbəti hiss olunur və onu sonda belə deyim də itkin düşürür. Əsərin içərisində itkin düşür, yoxa çıxır. Onun aqibəti barədə heç bir şey bilmirik. 4-ü çıxdaş elədim, səhv fikirdir. Çünki müəllif 5-də deyir ki, müəllifin xalqı maarifləndirmək arzularının ifadəçisidir. Bəli, Yusuf Sərrac məktəbxanalar və s. də tikdirir, amma tək maarifçiliyi bu yöndən baxmaq düzgün deyil. Təhsil tərəfdən baxmaq düzgün deyil. Ümumiyyətlə maarifçilik oyanmaq, bir şey haqqında düşünmək və s. tərəfdən baxmaq da. Yusuf Sərrac əsas burada cəmaatı oyadırdı, cəmaatı düşünməyə vadar eləyirdi insanları ki, düşündülər, sonra da getdilər, yəni yaxşı, belə deyim də, şah onlara təbir caizsə batdı və onlar yeni şahda müxtəlif qüsurlar axtarmağa başladılar. Deməli, 5 il biz düzgün fikir olaraq götürəcəyik. Müəllifin, yəni Axundzadənin xalqı maarifləndirmək arzusunu ifadəçisidir. Cavabımız olacaqdır 3, 5, E variantı.